Salam, hər vaxtınız xeyir olsun. Bugün biz 2019-cu ilin qəbul imtahanlarını müzakirə edirik. İlk olaraq 12 may 2019 birinci qrup blok imtahan suallarına baxırıq. Birinci sualda bərabər yanlı ABC üçbucağını verib, tangens A 4-də 3-dür, tangens B-ni tap. Mən buradan çəkəcəm birinci sualın şəklini və sualları şagirdlər ekranda görüldüyü ardıcıllıqla izah edəcəm. AB AC-yə bərabərdir deyə BC-ni oturacaq düşünürük. A bucağının tangensini 4-də 3 verib B-ni soruşur. Biz burada trigonometriyaya, ikiqat arqumentlərə də gedə bilərik, amma çox rahat bir həllimiz var. C-dən hündürlük çəkirik. Bu üçbucaqda tangens qarşının bitişiyə nisbəti olduğu üçün bura 3K, bura 4K deyirik. Hipotenuza düşür 5K. Bərabər yanlı olduğu üçün BH-a da K düşür. B bucağının tangensi 3K bölünsün K, cavab 3 eləyir. İkinci sualda x kvadratı tapmamızı istəyir. Tənliklər sistemində biz oradan 2x kvadratdan birini ayırsaq, üstəgəl y kvadrat 41'dir. X kvadrat üstəgəl x çıx y kvadrat 41 yazsaq, x çıx y-ə 5 yazdıq. X kvadrat üstəgəl 25 41'dir. X kvadrat 16 alırıq. Üçüncü sualda şagirdlər, arc kosinus mənfi olanda arc kosinus mənfi kök 3 bölü 2 tərs trigonometriyanın xassəsinə əsasən pi çıx arc kosinus kök 3 bölü 2'dir. Yəni pi çıxılsın pi bölü 6. 5 pi bölü 6. Arcsinus kök 3 bölü 2 pi bölü 3 deməkdir. Arctangens 1 bölü kök 3 pi bölü 6 deməkdir. Deməli yazırıq 3 bölü pi vurulsun. Pi çıx pi bölü 6. Üstəgəl pi bölü 3, üstəgəl pi bölü 6. Pi bölü 6'lar islah olunur. 3 bölü pi vurulsun. 4 pi bölü 3. Cavab 4 alınacaq. 7-ci sualda sinus kvadrat x bölü 2'ni dərəcə azaltma düsturunu yazsaq 1 çıx kosinus x bölü 2. Kosinus 2x çıx kosinus x olacaq. Buradan alırıq ki kosinus 2x 1'ə bərabərdir. Kosinus 1'i nə vaxt alır? 2 pi k'da x nəyə bərabər olur? Pi k'ya. Doğru cavab Y variantı. 8-ci sualda şagirdlər B-dən çıxıbdır A və C-nin birləşməsini. Doğru cavab D variantı olacaq. 14-cü sualda şagirdlər, burada sadələşdirmək üçün bizim iki üsulumuz var. Birinci üsulumuz odur ki, bərabər x deyib kvadrata yüksəldək. Məsələn, x kvadrat bərabərdir birinci, üstəgəl ikinci, bir də üstəgəl birincinin ikinciyə hasili. Bunu da vuranda 196 çıx 27 edir. Buradan x kvadrat bərabər olur 28 üstəgəl. Bu 13, 26. Nə almış oluruq? Burada çıxmadı. Ona görə burada da çıxma olacaq 2. X olur kök altda 2. Bu bir üsul. Bir üsul isə şagirdlər, baxın, 14 üstəgəl 3 kök 3'ün mürəkkəb kök düsturunu əsasən sadələşdirmək üçün 2'yə vurub bölürüm. 28 üstəgəl 6 kök 3 böl 2. Bu da olacaq 28 üstəgəl 2 kök 27 böl kök 2. Kəsrin sürəti kök 27 üstəgəl 1 böl kök 2 verəcək. İkincisində də bunun çıxması olur. Sadələşdirsək cavabı alarıq. 5-ci sualda 20 qram 30% məhlul deyirsə, deməli 20'nin 30% duzdur, 6 qram. 30'un 20% duzdur, 6 qram. Deməli topladıqda 12 duz olacaq, 50 qram ümumi məhlul. Neçə faizli olur? 12'ni bölüb 50'yə 100'ə vururam. Cavab 24% olacaq. 9-cu sualda trigonometrik şəkli artıq çıxarılıbdır. Mən sizdən qoşması ilə özünün hasilini istəmişdim. Z mənfi 1 üstəgəl kök üstüsə,
Z-in qoşması -1 çıx kök 3 i olacaq. -1 üstəgəl kök 3 i, -1 çıx kök 3 i. Buradan nə almış oluruq? Deməli, mənfini çöldə saxlasaq əgər, buradan. 1 üstəgəl kök 3 i, 1 çıx kök 3 i. Yox, -1 üstəgəl kök 3 i. Bu bizə verir nəyi? -3i kvadrat çıx 1'i. Bu da -1 elədiyi üçün -4 cavab 4 edir. 10-cu sualda kor bucağı 150 dərəcədirsə, deməli iti bucağı 30 dərəcə olacaq. Tərəf 8-dirsə, rhombun sahəsi A vur sinus 30 dərəcə. O da 32 edəcəkdir. Ya da belə eləyə bilərsiniz. Hündürlüyü çəkərsiniz. 30 dərəcənin qarşısı 4'dür deyə tərəfi 8, hündürlüyü 4. Sahə olacaq 8 vur 4. 6-cı sualda 200 səhifəli kitabın 5'də 2 hissəsi oxunubsa, 5'də 2 hissəsini oxuduq, qaldı 80. Daha doğrusu 80'ni oxuduq, 120'si qaldı. Limiti hesabladıqda şagirdlər limit x yaxınlaşır 4'ə, ortaq məxrəc x kvadrat çıx 4'dür. Mən vurğularını ayırıb yazıram. Birincini x üstəgəl 4'ə vururuq, çıx 8 yazırıq. Buradan alırıq ki, limit x 4'ə yaxınlaşanda x çıx 4, x çıx 4, x üstəgəl 4. İxtisar gedir, x'in yerinə də 4 yazırıq, cavab 8'də 1 alınır. 12-ci sualda -3, 5 bu funksiyanın üzərindədirsə, y-ə 5 yazıb, x-ə -3 yazırım. Buradan alıram ki, 19 çıx 3m 25'dir, m -2'dir. M-ə -2 yazanda x kvadrat çıx 2x üstəgəl 10'u plus 1 plus 9 yazıram ki, kök 6 ifadənin ən kiçik qiymətinin 9 olduğu görünsün. Bura 0 yazanda bu ən kiçik qiymət olur. Onda y-in ən kiçik qiyməti kök altda 9, yəni 3'dür. Cavab B variantı olacaq. 17-ci sualda 2 üstü x 14'dürsə, 2 üstü x 14'dürsə, 16'dan kiçik, 8'dən böyükdür deyə x 2 ilə 3 arasındadır. 3 üstü y 22'dirsə, deməli 27'dən kiçik, 9'dan böyükdür, y 2 ilə 3 arasındadır. Birinci modul mənfidir, ikinci modul müsbətdir, üçüncüsü mənfidir. Mütləq qiymətin daxilində ifadə mənfi olanda əksi açılır. Müsbətdirsə özü açılacaq, üstəgəl y olur. Burada da mənfidir deyə əksinə açılmalıdır. Üzr istəyirəm uşaqlar. Burada 8 2'nin kubudur deyə 3 ilə 4 arasına düşür. Bu müsbətdir. Olduğu kimi açılmalıdır. Burada y-lər və x-lər islah olunacaq. Doğru cavab 2 alınır. 18-ci suala baxaq. Maraqlı sualdır. 18-ci sualda əvvəlcə 3y çıx 4x bərabər 24 düz xəttinin x-ə 0 yazanda y-in tapırıq 8, y-ə 0 yazanda x-in tapırıq -6. Deməli, koordinat sistemində bu üçbucaq yerləşir, ikinci rübd, -6, 8. Düzbucaqlı üçbucağın katetləri 6 və 8'dir, hipotenuzu 10 olur. Üçbucağın daxilinə çəkilmiş çevrənin tənliyini yazın deyir. Biz çevrəni əvvəlcə mərkəz koordinatlarını tapmalıyıq. Bunun üçün radiusu tapaq. Katetlər cəmi çıx hipotenuz böl 2'dir. Deməli, bura -2, 2 düşəcək. O zaman mərkəz koordinatları -2, 2 olur. Radius da 2 olduğu üçün çevrə tənliyi x üstəgəl 2 kvadrat üstəgəl y çıx 2 kvadrat bərabərdir 4 şəklində. Yəni, doğru cavab Y variantı olacaq. 13-cü sualda D və B bucaqların eyni verib, M bucaqları qarşı-qarşıyadır, qamma yazsam,
Deməli A-ya alfa yazdıqda C-də alfa olacaq. CM 8, AD 6, AM 12, BS parçasının AD 6'dır. Bağışlayın. Bura 6'dır. BS'ni tapın deyir. Baxın. Betanın qarşısında 12'nin 6-ya nisbəti qammanın qarşısında. Betanın qarşısında 8-in x-ə nisbətidir. Mən yerlərini düz yazdım mı? Buradan nə alıram? 12x bərabərdir 48, x-i tapıram 4. 19-cu sualda toxunanın tənliyini yazmaq üçün şagirdlər biz toxunanın kx üstəgəl b olduğunu bilirik. Burada iki qaydadan istifadə edirdik. Yadınıza salmaq üçün mən tənliyini də yaza bilərəm. Toxunanın tənliyi belə idi ki, y çıx f-in x0-da qiyməti f törəmə x0 vur x çıx x0-dır. Amma biz nə edirdik? Biz birinci f-in törəməsini tapırdıq. F törəmə bərabərdir. Kəsrin törəməsini tapanda məxrəcdə x üstəgəl 3-ün kvadratıdır. 3 çıx x-in törəməsi mənfi 1 vur x üstəgəl 3 çıx. X üstəgəl 3-ün törəməsi 1 vur 3 çıx x. Burada x-in yerinə 2 yazanda mənfi 2 yazanda məxrəc eləyir 1-in kvadratı. Sürətdə isə baxın mənfi x çıx 3 çıx 3 üstəgəl x-dir. Bunlar ixtisar gedir, mənfi 6 qalır. Deməli, k mənfi 6-dır. Y bərabər mənfi 6x üstəgəl b yazırıq. Toxunanın tənliyində birinci qaydamız deməli oldu nə? Toxunanın tənliyində ilk qayda oldu ki, k törəmənin həmin nöqtədə qiymətidir. İkinci olaraq y-in x0-da qiymətin f-in x0-da qiymətinə bərabərləşdirirdik. F'in mənfi 2-də qiyməti 5 böl 1 çıx 1 4 eləyir. Deməli, y-də x-ə mənfi 2 yazdıqda üstəgəl b 4 eləməlidir. B-ni mənfi 8 tapırıq. Düz dedim mi? Yəni doğru cavab mənfi 6x çıx 8 olacaqdır. 20-ci sualda şagirdlər həndəs silsil olması üçün eyni dəfə artmalıdır. Baxın, burada 4-ə vurub, sonra 2-yə vurub. D variantı ödəmir. Burada mənfi 3-ə vurub, sonra ödəmir. B variantında əvvəlcə 2-yə bölüb, sonra 2-də 5-ə, daha doğrusu 2-yə bölüb, sonra 2-də 5-ə bölüb, ödəmir. C variantında əvvəl mənfi 2-də 1-ə vurub, sonra 15-də 1-lə görürsüz ödəmir. Doğru cavab A variantıdır. Silsilə vuruğu isə mənfi 4-də 1-dir. Silsilə vuruğu mənfi 4-də 1. 15-ci sualda BD diaqonalı ilə AA1, C1, C müstəvisi arasındakı bucağı tapmaq üçün biz düz xətlə müstəvi arasındakı bucaq üçün AA1, C1, C müstəvisi üzərində baxın. BD AC-yə perpendikulyardırmı? AA1 C-yə perpendikulyar olacaq, deməli doğru cavab 90 dərəcə. Əslində düz xətlə müstəvi arasında bucaq üçün biz nə deyirdik? Deyirdik ki, BD-nin proyeksiyasına baxaq. BD-nin bunun üzərində proyeksiyası perpendikulyar olduğu üçün 0-a bərabərdir. Ona görə 90 dərəcə olacaq. 14-cü suala baxaq şagirdlər. Burada arada qaldı. X kvadrat çıx 4-ü vuruqlarına ayırsam, x çıx 4-lər ixtisarı olunacaq. Amma x-in 4-dən fərqli olduğunu qeyd eləməliyim. X üstəgəl 4 böyükdür, 5x çıx 16. Buradan mənfi 4x mənfi 20-dən böyükdür, x 5-dən kiçikdir. 5-dən kiçik, doğru cavab 4 götürməliyik. Amma 4 məxrəci 0-a çevirdiyi üçün cavab 3 olacaq. Bərabərsinin ümumi həlli isə mənfi sonsuz mənfi 4, 4-5 intervalı olacaqdır. 21-ci sualda şagirdlər loqaritmik bərabərsizliyə baxıram. Loqaritma 9x kvadrat üstəgəl 2-dən 47
böyükdür loqaritma 9x kvadrat üstəgəl 2-dən elə 9x kvadrat üstəgəl 2 yazıram. Burada 9x kvadrat üstəgəl 2 həmişə 1-dən böyükdür. Ona görə verilən funksiya nədir? Artandır. Yəni 47 böyükdür 9x kvadrat üstəgəl 2. Buradan alırıq ki 45 çıx 9x kvadrat müsbətdir. 9'u ortaq çıxartdıq 5 çıx x kvadrat müsbətdir. Kök 5 çıx x, kök 5 üstəgəl x müsbətdir. İntervalı çəksək əgər mənfi kök 5, kök 5. Burada mənfi müsbət, mənfi olacaq. Bu şərt ödəyən tam həlləri mənfi 2, mənfi 1, 0, 1, 2 olur. 5 həlli var. 0 yazanda baxın loqaritmanın əsası 2 eləyir. Ola bilər. 16-cı sualda şagirdlər. Kürənin iki müstəvi kəsiyindən biri mərkəzindən keçir deyir. Biri isə mərkəzdən keçmir. Burada 18 pi var və 54 var. P'nin təqribi qiyməti 314 və s. Bu bundan böyük olduğu üçün mərkəzdən keçəni 18 pi'dir. Deməli pi r kvadrat 18 pi yazacağıq. R kök 18 və ya 3 kök 2 alınacaq. 22-ci sualda katetləri 5, 12 veribsə, hipotenuzu 13'dür. Onda xarici çevrə radiusu 13 bölü 2, 6,5 eləyəcək. Üçüncü sualda şagirdlər BK ilə BY-ni bərabər verib. Biz bura M desək, burada M, KC-yə N yazaq. Düzbucaqlının sahəsini istəyir. AB katetini 15 verir. Şagirdlər biz bura H, bura B, bura A desək, üçbucaq ABC-də Evklit düsturlarını bilirsiniz. H kvadrat MN-dir. A kvadrat M vur M üstəgəl N-dir. B kvadrat N vur M üstəgəl N'dir. Burada 15'in kvadratı M vur M üstəgəl N yazsam, baxın M üstəgəl N. Elə düzbucaqlı BYDC-nin sahəsi olacaq 225. Növbəti suala baxaq. 24-cü sualda tənliyin sonsuz sayda həlli var deyirsə, xətti tənliyin sonsuz sayda həlli üçün 0 vur x 0'a bərabər olmalıdır. Deməli, AB çıx 6 0'dır, A çıx 4 0'dır. A-nı buradan 4 aldıq, yazırıq yerinə 4B çıx 6 0'dır deyə. B 1/5 olur. Cəmləri 5/5 alır. 25-ci sualda şagirdlər, kəsrin sürətində 7 vur M üstəgəl 4. Aşağıda isə M üstəgəl 4, M üstəgəl 5 vurğularını ayırdıq. Biz bunu ixtisar eləsək də M-in mənfi 4'dən fərqli olduğunu qeyd eləməliyik. Qalır 7 böl M üstəgəl 5. Bunun tam ədəd olması üçün M üstəgəl 5 7'nin bölənləri olmalıdır. Baxın, mənfi 7 ola bilər, mənfi 1 ola bilər, müsbət 1 ola bilər, müsbət 7 ola bilər. Amma buradakı bu 1, M-i gərək mənfi 4 eləyək ki, 1 elə. Ona görə bu variant ödənmir. M-in 3 dənə qiyməti qalır. Hündürlüyü 6, oturacağının radiusu 4 olan silindrin daxilinə çəkilmiş, baxın, piramida veribdir. Bu piramidanın həcmi üçün mən oturacağın diametrini çəksəm, bu 8 olacaq. Tərəflərə A yazsam, A kök 2 8'dir deyə A-ya 4 kök 2 düşür. Piramidanın həcmi 3/1, S oturacaq, vur H-dır. Burada 3 6 ilə ixtisar gedir 2. 32 vur 2, cavab 64 alınacaq. 27-ci sualda integralın hesablanması üçün şagirdlər sinus kub üstəgəl kosinus kub. Biz burada ixtisar aparsaq əgər sinus üstəgəl kosinus
Əvvəlcə vurğularını ayırıram kublar fərqi kimi. Sinus kvadratı sinus kosinus hasili üstəgə kosinus kvadrat. Bu 1 eləyir. Ona görə məxrəzdəki ilə ixtisar getdikdə birincidə qalacaq integral sinus x üstəgə kosinus x dx. Nəyin törənməsi sinusdur? Mənfi kosinus və nəyin törənməsi kosinusdur? Müsbət sinus. Ona görə 1-ə B variantı uyğundur. İkinci sualda mən 2-ni buradan yazıram. 3 böl kosinus kvadrat x çıx 1 dx yazdıq. Buradan 3 vur nəyin törəməsi 1 böl kosinus kvadrat? Tangens x nəyin törəməsi 1-dir? X-in. Ona görə C variantı 2-yə aiddir. Analoji şəkildə üçüncüdə də kəsri parçalasaq 3 böl sinus kvadrat x çıx 1 dx. Nəyin törəməsi 3 böl sinus kvadratdır? Mənfi 3 kotangens x-in. Yəni A variantı da 3-ə aid. Situasiya tapşırıqlarına baxaq şagirdlər. İstixananın aşağı hissəsi hündürlüyü 3, həcmi 1080 olan düzbucaqlı paralelipipeddir. Yuxarı hissəsi isə radiusu 3 olan yarım silindirdir. Baxın, bu radius 3-dürsə, deməli bu düzbucaqlının eni 6-dır. Bura 6-dır. Biz bu uzunluğuna bir M yazaq, nəsə yazaq, B yazaq. Həcmin veribdir ki 1080'dir. Onda yazıram 6 vur 3 vur B 1080. Deməli B'ni tapıram ki 60 metrdir. B'ni 60 tapdım. İndi yazıb ki istixananın əhatə etdiyi torpaq sahəsi bu iştirixlənmiş hissədir. Orada torpaq sahəsi nə qədər olur? 6 vur 60 360 metr kvadrat. Bir şitilin qiyməti 3 qəpikdir. 1 metr kvadrata 9 şitil əkib. Deməli 1 metr kvadrata əkilən pul 9 vur 3 27 qəpik olur. O zaman 360'a x yazıb 1 metr kvadrata 27 yazırıq. Buradan tənasüblə x-i tapasınız. 29-cu sualda istixananın örtülməsinə ən az neçə metr kvadrat polietilen lazımdır? Bunun örtülməsi üçün mən prizmanın yan səthini tapmalıyam. Prizmanın yan səthi. Baxın, görürsünüz bu hissələri. Bir də silindirin yan səthi və 2 dənə yarım dairələr. Yəni silindirin tam səthinin yarısı. Silindirin tam səthinin yarısı. Prizmanın yan səthi 2 vurulsun, oturacağın perimetri 6 üstəgəl 60 vur 2 vur hündürlükdür. Yəni 36 vur 66. Tam səthi silindirdə isə 2-də 1 vur 2 pi r vur r üstəgəl h-dır. Burada pi-ni 3 veribdirmi bizə məsələdə? Yox. Deməli cavabı pi ilə saxlayacağıq. 36 vur 6 üstəgəl 2'lər ixtisar olunur. Pi vurulsun, radiusu 3'dür. 3 vurulsun, 3 üstəgəl. Bu silindirin hündürlüyü 60'dır. Ona görə cavab 180, 216 üstəgəl 189 pi olacaqdır. Ümid edirəm hesablama səhv etmədim. Baxarsız zəhmət olsa qeyd edin. Əkilmiş şitillərin bəziləri qurudu, qalanları isə böyüdü. Təsadüfən seçilmiş bir şitilin böyümə hadisəsinin ehtimalı %95'dir. İndi burada nə qədər şitil əkilmişdir şagirdlər? 1 metr kvadrata 9 şitil idisə 360 metr kvadratdır. Hərəsində 9 şitil əkilib. Bunun böyümə ehtimalı %95'dirsə, qurunma ehtimalı %5'dir. Mən birbaşa ilə ixtisar aparıb 20'də 1, 20 ilə də 360 ixtisar aparıram 90, 72 də oradan 162 şitil qurumuş olacaqdır. İsbat məsələləri şagirdlər həmin illərdə yox idi. Mən amma bura əlavə eləmişəm. Deməli, deyir ki, trapesiyanın oturacaqları A və B, yan tərəfləri CD-dir. İti bucaqlar cəmi 90'dır. İsbat edin ki, bu bərabərlik doğrudur. Mən burada bir dənə də əlavə bərabərliyi sizə isbatını göstərəcəm.
Deməli, trapesiyanın, baxaq, bura C, D'dir. A, B'dir. İti bucaqlar cəmi 90 dərəcədirsə, alfa, beta cəmi 90-dır. Asan isbat sayılır, əslində o qədər də çətin deyil. Biz buradan bir paralel çəksək. Bura D, bura A qalacaq, bura B çıx A. Paralel olduğu üçün bura alfa olur, deməli bura 90 dərəcədir. Və Pifagor teoremi alındı. C kvadrat üstə D kvadrat, B çıxanın kvadratı. Sonra belə bir isbat var idi şagirdlər. Trapesiyada bunu soruşmuşdum sizdən. İti bucaqlar cəmi 90 dərəcədir. Orta nöqtəsini, oturacaqların orta nöqtəsini birləşdirən parça oturacaqlar fərqinin yarısıdır. Bunu isbat eləməyimizi istəmişdi bizdən. Baxın, bunu iki cür isbat eləyə bilərik. Biri yenə oturacağın birinin paralel köçürülməsidir. Məsələn, mən bura A bölü 2, A bölü 2 deyirəm. Bura B bölü 2, B bölü 2 deyirəm. Amma daha rahat isbatı bunun bilirsiniz nədir? Bu trapesiyanı üçbucağa tamamlamaq. Baxın, bir variantda bunu deyim. Bunu birləşdirsək yuxarıya. Bura Y nöqtəsi 90 dərəcə olur. Biz buradan birləşdirsək əgər, tutaq ki, M. YM parçası AD'nin yarısı olacaq. Yəni B bölü 2'dir. Niyə? Çünki düzbucaq üçbucaqda median hipotenuzun yarısıdır. YM parçası isə üçbucaq YBS-də, baxın bu yuxarıdakı üçbucaqda BS-nin yarısıdır. A bölü 2'dir. O zaman MN-ə nə qalır? MN alınacaq YN çıx YM. Yəni B bölü 2 çıx A bölü 2. Bu da B çıx A bölü 2 edəcək. Növbəti qəbul imtahanlarının 19-cu illərin bütün qəbullarını izah eləyəcəm. Hər birinizə uğurlar arzulayıram. İmtahana az vaxt qalıb. Bu sualların həllərinə diqqətlə baxmanızı tövsiyə edirəm. Uğurlar hamınıza.